Nərmin, özünü bizə tanıda bilərsən? Adım Nərmin, 1995-ci ildə anadan olmuşam, Cəlilabad Şəfibəyli kəndində. Fiziki məhdudiyətlə gedən yolunu bizə danışa bilərsən? Fiziki məhdudiyətlə gedən yolum 2016-cı ildə Romanyaya getdim ilk dəfə. Sadəcə qısa bir dönəm, çox qala bilmədim. Qayıtdım yəni yaşadığım yerə. Sonra 2021-ci ildə bir daha müraciət elədim, orada dərzəlik kursunu bitirdim. Sonra 2021-ci il sentyabra ilk dəfə Ankara'ya gəldim, 2 aylıq. Burada könüllü oldum. Bu indi ikinci gəlişimdir. Yəni burada da hal-hazırda papağanımızı tikməklə məşğulum. İlk gəlişimdir. Birinci dəfə eləyirəm. Fiziki məhdudiyyətin heç öz, yəni tək başına qalanda deyirsən, bu hədəfimə gedən yolda fiziki məhdudiyyətin mənə manədir. Yəni həyatda ən böyük arzun, ən böyük istəyin hansı olub? Həyatda ən böyük arzum, istəyim əslində jurnalist olmaq istəyərdim. Yəni bu mənim öz arzumdur, amma ki yəni qısa oxudum deyirəm, 9 il oxuduğuma görə, universitetə daxil olmadığıma görə o arzum həyata getmədi. İndi yaşadığın bu, yəni mühitdə, bu əngəlli mühitində razısan? Bəli, çox yaxşıdır. İndi bura gəlməyin sənin üçün böyük bir uğurdur. 9 ay 10 dənə qızla qaldıq, müxtəlif xasiyyət, müxtəlif xarakterlər. Təbii ki, hər birimiz üçün uğurdur. Bu 5 ay müddət buradayıq. 5 ay müddətdə fikirlərini bölüşə bilərsən? 5 ay müddətdə yəni mənim üçün maraqlı oldu. Yəni özüm daha da ailəmdən uzaqda tək başına yaşamağı öyrəndim. Belə bir şey yaxşıdır mənim üçün, elə bir problem yoxdur. Məncə hər bir fiziki məhdudiyyətli insan öz fiziki məhdudiyyətini sevməlidir və düşündüyü uğurlara da imza atmalıdır. Sağ ol Nərmin. Düzdür, siz də sağ olun.